genel mənada ədalətli cəmiyyət anlayışında Səyyad müəllim çox doğru deyir, ədalətli cəmiyyət anlayışında. Lakin o ədalətli cəmiyyət anlayışı varmı? Əgər adamlar sənəd verirlər dövlət qulluğuna keçmək üçün, ən yüksək bal toplayıb müsabiqədən kəsilirsə və yaxud da adam hüquqşünas qutarıb Bakı Dövlət Universitetinin və yaxud da bir başqa universitetin diplomunu alıbsa, gəlir, onu vəkillik üçün təzədən imtihan edirlərsə, halbuki bu xidmət növüdür və ona vəkil kimi fəaliyyətini bir hakim bir ərizə ilə vəkilliyinə son qoya bilirsə, hansı cəmiyyətdən danışır? Məhkəmə azad deyilsə, məhkəmədə problemlər varsa, hüquq mühafizə orqanında problem varsa, rüşvət, korrupsiya varsa, tutulan icra başçılarının hamısının milyonlarla vəsaiti çıxsa, 900 min manat, 1500, 2000 manat maaş alan icra hakiminin milyonlarla vəsaiti çıxırsa, məhkəmə qarşısına çıxardılırsa, bu cəmiyyətdə Səyyadaran yanlış deyir. Səyyadaran həm də ona görə yanlış deyir ki, 300-400 manat maaş alan və Səyyadaran da millət vəkili olaraq parlamentdə oturub, hökumətə ünvanlayıb mı bu sualı, niyə vətəndaşa bu qədər verirsiniz? Niyə vətəndaşın maaşı bu qədərdir? Hökumətin hesabatı gələndə hökumətin hesabatına negativ münasibət bəsləyibmi ki, ay hökumət bu işləri niyə belə görmüsünüz? Etməyibsə, Səyyadaran çox haqsızdır. Hə, bu Səyyadarana verilən o sualın kontekstindədir ki, prezident məmurların maaşlarını artırdı. Bu, yaxşı tendensiyadır. Mən hesab edirəm ki, hökumət yeni bir siyasətə keçid edəcək. Oliqarxiya məmur sistemini dağıdacaq. Hər kəs rüşvət və korrupsiyadan uzaq bir idarə etmə formasına keçid edəcək. Bunun üçün mütləq maaşların yüksək olması lazım. Biz amma çox təəssüf ki, bolşevik yanaşmasından o tərəfə keçə bilmirik. Biz hər şeyi aşağı təbəqə ilə müqayisə etmək istəyirik. Həm də İqbal bəy, üzr istəyirəm, bura bir əlavə edeyim ki, bu təkcə məmurların maaşı artmayıb. Digərlərində maaşı. Dövlət qulluğunda işləyən adi xadimənin, digər... Bilirəm, orada faiz nisbəti ilə alırlar. Bu yaxşı bir tendensiyadır və bu davam etməlidir. Amma bununla belə vətəndaşın da maaşı artmalıdır. Vətəndaş da minimum istehlak zəmbili ilə və yaxud da pensiyaçı da, müəllim də, həkim də buna uyğun maaş almalıdır. Deyə bilərlər ki, müəllim dövlət qulluqçusu deyil. Biz dəfələrlə qeyd etmişik ki, müəllimlərə, dövlət sektorunda çalışan müəllimlərə dövlət qulluqçusu statusu verilsin. Onlar dövlət qulluqçusudur. Çünki onlar dövlətin konstitusiyasına uyğun olaraq pulsuz həm də dövlət məktəblərində vətəndaş yetişdirirlər, təhsil verirlər. Onlar necə olur nazirlikdə işləyən bir məmur dövlət qulluqçusu ola bilir, amma məktəbdə işləyən, körpəlikdən uşaq böyüdən, tərbiyə eləyən, onu cəmiyyətə hazırlayan bir müəllim dövlət qulluqçusu olmur. Nədən olmur? Niyə onun gördüyü iş saatla hesablanır, dərs dediyi saatla hesablanır, qulluqla hesablanmır? Axı o da dövlətə qulluq edir. Çünki dövlət qulluğuna onları keçirmiş olsalar, onları mərkəzi dairə və məntəqə seçki komissiyalarında təmsil etməyə icazə olmayacaq. Çünki dövlət qulluqçularının qanunla orada təmsil olunması qadağandır. Vacibdirmi ki, orada təmsil olunsun? Hə, onu da hökumətə sual verəcəksiniz. Vacibdirmi? Olsun mu, olmur? Bizə görə olmasın. Onlar da 5 il müddətinə 3 istiqamətdə bir tərəflərdən, hakim partiyadan və azlıqdan təşkil olunan komissiya üzvləri kimi 5 ildə onlar o görəvi yerinə yetirsin. Yəni, bu bir sistemdir. Güman edirəm ki, atılan addımlar bu istiqamətdə buna doğru yönəlib. Nə qədər olacaq? Bunun üçün mütləq konstitusiya islahatları lazım. Bunun üçün mütləq referenduma gedilməlidir. Bunun üçün mütləq idarə etmə sistemində çox böyük dəyişikliklər edilməlidir. Yük dövlətin üzərinə və dövlətin məmurunun üzərindən daha çox vətəndaşın seçdiyi insanların üzərinə yüklənməlidir. Bələdiyyələrin üzərinə yüklənməlidir. Bələdiyyələr, İri şəhər bələdiyyələri yaradılmalıdır, məclisləri yaradılmalıdır, büdcələri formalaşdırılmalıdır və insanlar seçdikləri adamlardan, bələdiyyə üzvlərindən öz problemlərinin həllini tələb etməlidirlər. Məmur bu məsələdə kənara durmalıdır. Dövlətin yükü bu istiqamətdə azaldılmalıdır. Dövlət işıq satmamalıdır, dövlət qaz satmamalıdır, dövlət su satmamalıdır. Artıq bunlardan əl çəkmək lazım. Dünyanın hansı yerində görünüb ki, dövlət işıq sata, qaz sata, su sata, dövlət strateji olaraq bu obyektlər və bu infrastrukturun olmasında məsuldur. Lakin
Buna cavabdeh olan artıq özəl strukturlardır. Bu özəl strukturlar vasitəsilə satılmalıdır. Bunlar açılmalıdır artıq. Dövlət benzin satmamalıdır. Dövlət benzin qiyməti qaldırmamalıdır. Kapitalist və azad bazar iqtisadiyyatı münasibətlərinə keçən ölkədə çörəyin qiymətini dövlət tənzimləyə bilməz. Neft, benzinin qiymətini dövlət tənzimləyə bilməz. Bazar tələb və təklif müəyyən etməlidir bunu. Dövlət nəhayət bunlardan əl çəkməlidir. Tarif şurası deyilən bir şey tamamilə yığışdırılmalıdır. Çörəyi əgər dövlət bişirmirsə, çörəyi bir iş adamı, bir sahibkar bişirirsə, satırsa, ondan pul qazanırsa, niyə dövlət çörək qiyməti müəyyən etməlidir? Hansı məntiqlə, necə, nədən ötürü? Dövlət niyə su qiyməti müəyyən etməlidir? Dövlətin su bazası var. Dövlət birjalar vasitəsilə 1 illikmi, 3 illikmi, 5 illikmi bunun satışını təşkil edir. Hansısa bir şirkət alır və o şirkətin də dövlət də, vətəndaş da basıb gözünü çıxardır ki, mənə keyfiyyətli qulluq elə. Daha dövlətin yaxasından yapışmır ki, niyə Xırdalanda 3 gündür su yoxdur?